Değerli izləyicilərim, belə bir 4 otaqlı həyət evi çəkib sizlərə göstərəm. Kupçalı evdir. Evin döşəməsi bütünlüyü istif oldu. Soluna və arxasına keçid eləmək mümkündür. Hər tərəfdən 1 metrlik məsafə gözlənilib. Torpaq sahəsi 2 sotda, yəni sahə bu qaydadadır. Buradakı əlavə avadanlıqları yığışdırılacaq. Təbii ki, girişdə sol hissədə görürsünüz. Həmişəyaşıl ağaclar və dekorativ ağaclar əkilib, trap qoyulub. Uzaqdan dörolma sistemlə təchiz olmuş darvaza, əlavə kaletka qapı. Suyun, qazın, işığın fasiləsi olduğu mərkəz kanalizasiya fəaliyyət göstərdiyi bir ərazidir. Biraz cazibədar quruluşda tikilib, tam fərqlidir həqiqətən də. Yəni fərqli konseptdə inşa olunmuş evlərdəndir. Nadir hallarda belə evlər inşa olunur. Əksəriyyəti standart olur. Bu isə standartdan kənardır. Burada kiçik bir teras sahəsi var. Hətta bunu biraz böyüləmək də olardı. Daha yaxşı olardı məncə. Qiyməti çox yaxşıdır. Masazırda yerləşir 6 nömrəli məktəbin yanında, hörmətli izləyicilər. Evin döşəməsi bütünlüyü istif oldu. Görürsünüz, belə seyf qapıdan istifadə olunub, giriş qapısı kimi. Burada 2 metr enliyində dəhliz sahəsi mövcuddur. Dəhlizdən sağda yerləşir evin mətbəx sahəsi. Mətbəxin ölçüsü hardasa 3-ün 4-dədir. Yaxud da ki, deməli də 3-ün 4 ölçülərində mətbəx sahəsi var. Mətbəxdən qeyd etdiyim o kiçik teras sahəsinə çıxış var, hörmətli izləyicilər. Solda evin zal hissəsi yerləşir. Radiatordan istifadə olunmayacaq, televiziya üçün belə bir sistem yığılıb. Hava çox işıqlıdır, günün birinci yarısı bitib artıq. Onunla bağlı bilmirəm evin təqdimatı necə görsənir sizə. Hardasa bir 25-30 kvadrat metrlik zal hissə mövcuddur. Evin sağına soluna, üzr istəyirəm, soluna və arxasına keçid eləmək mümkündür. Tikintisi barədə məlumat verəcəm sizə. Qoşa kubiklə inşa olunub və mərtəbənin yekununda beton kəmər atılıb. 40-40 təməl üzərində hər otaqda kondisioner və televizyon xətti çəkilib. Bura ilk mərtəbənin sanuzeli, hörmətli izləyicilər. Görüm evin yan tərəflərində sizə göstərəcəm. Kombo aparatının yeri və kollektor sistemi evin arxa tərəfində yığılıb. Burası ümumilikdə 4-cü otaq. Bu elə buradan göstərim, hörmətli izləyicilər. Bu evin sol tərəfində olan keçid hissə. Baxın, burada bir 1 metrlik məsafə saxlanılıb. Ətraf yaşayışlı evlərdən ibarətdir. Arxa tərəfini də göstərim sizə. Evin qiyməti 110 min manatdan təklif olunur. Masazırda 6 nömrəli məktəbin yanında, yaxınlığındadır, hörmətli izləyicilər. Bu da evin arxa tərəfidir. Təkcə sağ tərəfinə keçid etmək mümkün deyil. Kombo aparatı və kollektor sistemi burada yığılacaq, görürsünüz. Qoşadaş mərtəbənin yekunda beton kəmər atılıb. Evin ilkin qiyməti 110 min manatdır. Alıcılara endirim olunacaq. Satışda hər bircə uyğun evlərimiz var. Əlaqə saxlamağı unutmayın. Nömrəm 077 744 36 33. Sağ olun, hələlik.